4 il öncə Avropa Komissiyasının sədri Ursula von der Leyen ilə Bakıda imzalanmış sənəd Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni səhifənin başlanğıcına çevrildi. Avropalı xanım lider Bakıya o vaxt təşrif buyurmuşdu ki, qoca qitənin enerji təhlükəsizliyi ilə bağlı həyəcan dolu müzakirələr gedirdi. Avropada artıq inanırdılar ki, alternativ və etibarlı tərəfdaşı Xəzər sahillərində. Məhz Bakıda axtarmaq lazımdır. Avropalılar doğru məntiqə istinad etmişdilər. 2020-ci ilin sonundan etibarən 3500 kilometrlik Cənub qaz dəhlizinin sonuncu segmenti olan Trans-Adriatik boru kəməri vasitəsilə Azərbaycan qazını alan Avropa ölkələri Azərbaycanın potensialına və etibarlı tərəfdaşlığına inanmaqda yanılmamışdılar. 2022-ci ilin iyulunda Bakıda Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair memorandum həm də Azərbaycanın Avropaya qaz ixracının həcmini artırmağı nəzərdə tuturdu. Belə də oldu. Əgər 2021-ci ildə Azərbaycan Avropaya cəmi 8 milyard kubmetr qaz ixrac eləyirdisə, 2025-ci ildə bu rəqəm 12,5 milyard kubmetrə çatdı. Görüşlər ərəfəsində reportyorlar öz auditoriyalarını canlı bağlantılarla məlumatlandırmaq imkanını qaçırmırlar. Tələsmək üçün səbəb yoxdur. Qonağın təşrif buyurmasına hələ bir qədər var. Fəxri Qaravul üzvləri son kiçik təlimatları qəbul edir. Gəlirsən bura, ən aşağı bu xəttə kimi. Keçdin, döndün belə, hərəkət elədi sonra. Dövlət başçısı iqamətgahın qarşısında qonağı qarşılayacaq. Daha sonra Azərbaycan və Avropa İttifaqının bayraqları önündə birgə foto çəkiləcək. Birgə fotodan sonra liderlər liftdən istifadə edərək ikinci mərtəbədə yerləşən iki tərəfli görüş otağına yollanacaqlar. İki tərəfli görüş isə bu otaqda keçiriləcək. Görüş otağının ayrı-ayrı elementləri və memarlığı ümumilikdə özündə Avropa və Şərq memarlıq tərzini birləşdirir və Azərbaycan xalçası üzərində də Azərbaycan etiketi ilə. Bugün Azərbaycan 16 ölkəni qazla təchiz edir. Onlardan 10-u Avropa İttifaqının üzvüdür. Eyni zamanda qaz boru xəttinin əhatə coğrafiyasına görə Azərbaycan dünyada birinci yerdədir. Və proqnoz ondan ibarətdir ki, bu coğrafiya daha da genişlənəcək. Çünki tələbat da böyükdür, potensial da. Media nümayəndələri də gözləyərkən ayaqüstü müzakirə fürsətini fövtə vermirlər. Ursula von der Leyen'in çatmasına hələ bir qədər var. Vaxtdan istifadə edib həmkarlarımız Avropalı həmkarları ilə fikir mübadiləsi aparırlar. Budur, qonağın avtomobili görünür. Xanım Ursula von der Leyen gənclik iqamətgahına təşrif buyurur. Onu Prezident İlham Əliyev qarşılayır.
bəzi kadrlar vacibdir. Ancaq gecikmək də olmaz. İndi həm də fiziki hazırlıq tələb olunacaq. Görüş otağına liderlərdən daha tez çatmaq lazımdır. Əlinizini tutun. Bayraqlar önündə birgə foto sona çatdığından onları yığışdırmaq olar. Səs rejissorları da son sazlamaları həyata keçirirlər. İki tərəfli görüşdən sonra isə liderlər arasında geniş tərkibdə görüşün keçirilməsi nəzərdə tutulur nümayəndə heyətlərinin iştirakı ilə. Azərbaycan prezidentini bu görüşdə Xarici İşlər Naziri Ceyhun Bayramov, Prezidentin köməkçisi Hikmət Hacıyev, nazirlər Rəşad Nəbiyev, Pərviz Şahbazov və digərləri müşahidə edəcək. Nümayəndə heyətləri görünür. Bütün elementlər, emblemlər yerində olmalıdır. Azərbaycan və Avropa İttifaqı arasında müzakirə gündəliyi olduqca genişdir. Geniş tərkibdə görüş ərəfəsində ayaqüstü müzakirələr aparmaq üçün fürsət var və tərəflər bunu dəyərləndirirlər. Nümayəndə heyətlərinin öz yerlərini almasından aydın olur ki, liderlər zala təşrif buyururlar. Bəli. İndi isə mətbuat nümayəndələri mətbuat konferansının keçiriləcəyi zala daxil olur. Bir qədər sonra liderlər bu tribunalardan Azərbaycan-Avropa əməkdaşlığı ilə bağlı olduqca mühüm mesajlar verəcəklər. Hazırda həmkarlarımız, eləcə də operatorlar bu mesajları öz auditoriyalarına çatdırmaq üçün son hazırlıqları görməkdədirlər. Mətbuata açıqlamadan öncə Ursula von der Leyen artıq X hesabında ilk açıqlamasını verib. Avropa İttifaqı Cənubi Qafqazın sülh içində firavan və parlaq gələcəyinə inanır. Biz bu gələcəyin qurulmasına kömək etmək istəyirik. Mən həmçinin Avropa İttifaqı Azərbaycan tərəfdaşlığını ticarətdən nəqliyyata, enerjidən iqtisadiyyata daha da dərinləşdirmək üçün Bakıdayım,
deyə açıqlamada bildirilir. Bugün xanım prezident və nümayəndə heyətləri ilə birgə çox böyük təəssürat bağışlayan gündəliyi geniş şəkildə müzakirə etdik. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40%-dən çoxu üz dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Cənubi Qafqazda ticarətin təxminən 70%-i Azərbaycanla aparılır. Əlbəttə ki, biz enerji sahəsində əməkdaşlığımızı geniş müzakirə etdik və həmçinin xanım prezidentin Azərbaycana 4 il əvvəlki səfəri də olduqca əhəmiyyətli idi. Bakıya qayıtmaq xoşdur. Bu möhtəşəm şəhərdir. Burada zəngin və qədim irs cazibəli müasir memarlıqla qovuşur. Bu, bugün gördüyümüz Azərbaycanın gələcəyə yönəlmiş planlarının təzahürüdür. Bugün mən Avropa İttifaqı üçün olduqca əhəmiyyətli tərəfdaşlığı dərinləşdirmək məqsədi ilə buradayam. Bu tərəfdaşlıq prezidentin indicə təsvir etdiyi kimi real təkana malikdir. Bütün bunların fonunda əsas amil sabitlik və inteqrasiya dayanıqlı inkişaf üçün həll edici faktora çevrilir. Azərbaycanın regional liderliyi bugün özünü bölgəyə gətirdiyi sülhdə də ifadə edir. Bir vaxtlar Fransa kimi ittifaq üzvlərinin yeni reallığa qarşı müqavimət dalğası yaratmasına, eləcə də Avropa İttifaqının bəzi digər üzvlərinin bu reallığı həzm edə bilməməsinə baxmayaraq, Azərbaycan ərazi bütövlüyü və suverenliyini təmin etməkdə qətiyyətli olduğu kimi, sülhü qazanmaqda da ısrarlı idi. Sülh zəfəri təkcə Azərbaycan üçün yox, bütün bölgə üçün yeni eranın başlanğıcı idi. Və bugün bu reallıq təqdirlə ifadə olunur. Siz regionda sülhün və əməkdaşlığın təşviq olunmasında şəxsi liderlik keyfiyyətlərini nümayiş etdirdiniz. Bu, sabitlik, etimad və ortaq rifah üçün yeni imkanlar yaradır. Avropa İttifaqı bu prosesi qəti şəkildə dəstəkləyir. Biz göstəririk ki, sülh bizim üçün artıq hiss olunan məhfumdur. Onu hiss edə bilirik və sülh şəraitində yaşamağı öyrənirik. Torpaqlarımız 30 il ərzində işğal altında qalmışdı. Biz suverenliyimizi, ərazi bütövlüyümüzü güc və siyasi vasitələrlə bərpa etdik. Biz Ermənistana sülh təklif etmişik. Bir sözlə, sülh artıq reallıqdır, lakin biz onu gücləndirmək, uzun müddətli və əbədi etmək üçün ürəkdən çalışmalıyıq. Cənub qaz dəhlizinin Avropaya açılan son qapısı, Trans-Adriatik boru kəməri Azərbaycan qazını Yunanistan və Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyaya çatdırır. Trans-Adriatik boru kəməri təkcə yeni qaz marşrutu deyil, bu layihə Avropa üçün enerji mənbələrinin və nəqliyyat marşrutlarının şaxələndirilməsi strategiyasının uğurlu nümunəsidir. Azərbaycanın qaz ixracı son illərdə ardıcıl şəkildə artır. Ölkəmiz Avropaya ixrac həcmlərini genişləndirərək tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinə mühüm töhfə verir. Azərbaycanın zəngin qaz ehtiyatları və yeni yataqların işlənməsi perspektivi gələcək illərdə də ixrac imkanlarının artacağını deməyə əsas verir. Bunun ən bariz nümunələrindən birinə bu günlərdə Bakıda şahidlik etdik. Azərçıraq günəşli yataqlar blokundan ilk sərbəst təbii qaz hasilatına başlanılması tarixi hadisə olmaqla bərabər Azərbaycanın hasilatı və deməli ixracı artıracağından xəbər verirdi.
Bir qədər sonra forumun rəsmi açılış mərasimi gerçəkləşəcək. Bu həm də Azəri Çıraq Günəşli Yataqlar blokundan ilk sərbəst qaz hasilatına başlanması mərasimidir. Prezident İlham Əliyev tədbir məkanına təşrif buyurur. Mərasimdə dövlət başçısının çıxışı nəzərdə tutulur. Eyni zamanda Amerika Birləşmiş Ştatları prezidenti və Türkiyə prezidentinin müraciəti təqdim olunacaq. Enerji təhlükəsizliyi. Biz hamımız ondan danışırıq. Xüsusilə indi yaxın şərqdəki böhran bir çox ölkələrin istehsalçı və istehlakçıların enerji təhlükəsizliyinə ciddi zərbə vurduğu vaxtda. Biz bunun üzərində uzun illər çalışmışıq. Biz böyük sərmayələr yatırmışıq və Xəzər dənizini Aralıq dənizi ilə ilk dəfə birləşdirən Bakı, Tbilisi, Ceyhan, Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı, Supsa neft kəmərləri kimi iri miqyaslı infrastruktur layihələrinə başlamışıq. Cənubi Qafqaz qaz kəməri ilə günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub qaz dəhlizini təşkil edən TANAP və TAP, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri 3500 kilometr uzunluğunda birləşmiş boru xətti sistemindən ibarətdir. Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq təbii ki, yalnız qaz ixracı ilə məhdudlaşmır. Əməkdaşlığın bir çox istiqamətləri var, o cümlədən bərpa olunan enerji sahəsi. Bu sahədə artıq praktik addımlar da var. Qara dənizin dibindən keçməklə Azərbaycanın bərpa olunan enerji resurslarının Avropa bazarlarına çatdırılmasını nəzərdə tutan layihə son texniki layihələndirmə mərhələsindədir. Azərbaycan-Avropa İttifaqı münasibətləri iqtisadiyyatın digər sahələrində də uğurla inkişaf edir. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Ticarət, investisiya, nəqliyyat, rəqəmsal transformasiya, ətraf mühitin mühafizəsi, təhsil və innovasiya istiqamətlərində əməkdaşlıq davamlı şəkildə genişləndirilir. Xüsusilə orta dəhlizin əhəmiyyətinin artması fonunda Azərbaycanın geostrateji mövqeyi daha da ön plana çıxır. Şərqlə qərbi birləşdirən bu nəqliyyat marşrutu Avropa ilə Asiya arasında yük daşımaların sürətlənməsinə və logistika imkanlarının genişlənməsinə xidmət edir. Beləliklə, bugünlük müzakirələr sona çatdı və verilən açıqlamalardan, mesajlardan bir daha aydın oldu ki, Avropa İttifaqı Azərbaycanı yalnız enerji təsisatçısı kimi yox, regional sabitliyə və iqtisadi əməkdaşlığa töhfə verən tərəfdaş kimi qəbul edir.